Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala avladil Hüseyin ve ala ashabil Hüseyin. Əziz müminlər, bu cür sual olunur ki, Aşura günündə oruç tutmağın hökmü nədir? Seyyid Əli Sistaninin rəyinə əsasən Aşura günü oruç tutmaq haram deyil. Amma savabı azdır. Tutulsa savabı az olar. Savabı nədən az olar? Seyyid buyurur ki, həmin gün, yəni Aşura günü sübhdən əsr namazına qədər insan özünü saxlasa, orucu pozan şeylərdən, oruc niyyəti etmədən, sadəcə özünü yeməkdən, içməkdən və sair şeylər ki, orucu pozur, onlardan saxlasa, əsr namazından sonra bir qurtum su içməklə bu imsakını pozsa, buna ki, imsak deyərlər, özünü saxlamağa. Seyyid buyurur ki, oruç tutmağın savabı bu dediyimizdən az olar. Amma oruç tutmaq da haram deyil, günahı yoxdur. Bu cür etsə daha yaxşı olar. Hüzn əlaməti olaraq Aşura günü şəxs özünü saxlasa əsr namazına qədər. Əsr namazını qıldıqdan sonra da bir qurtum su içsə, buyurur ki, bu ondan daha yaxşıdır. Oruç tutmağın savabı buna nisbətdə azdır. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.